Aramsız yağan yağıntının yollarda yarattığı çətinliklər aradan qaldırılır. Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb. Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədi ilə Dövlət Yol Polisi əməkdaşları aidiyyatı qurumlarla birgə çalışır. Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır. Piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir. Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün Yol Patrul Xidməti alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparılır. Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, bir daha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yolların sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyə çağırır.